güya ki Əli-Kərim də tənqid edir ki, o maskalasın o prosesləri. Yəni hədəf Əli-Kərimli göstərilsin, Mehdiyev sıradan çıxsın. İzah elədin, güya ki çıxışda var idi, deyir mən Əli-Kərimlə heç vaxt münasibətlərim yaxşı olmayıb deyə bir çıxışı var. Bəli, savadsız dedi, bu savad yoxdur filan, sağlığında deyərdim də, nə deyim? Mən bu sağlığında deyəndə çöldə olanda, mən çöldə olanda da deyirdim. Burada dəfələrlə sizlə də demişəm ki, qardaş, gəlsin danışaq, birliyi də pozan, proseslərin də qabağını kəsən, Qarabağa gedən avtobus müxalifət deyən, ləkələyən, şər atan, böhtən atan, hücum edən, düzü söydürən cəmaatı. Yəni biz demişik də. O vaxt bu proses bir dəfə də xatırlayırsa, elə 2019-un arxalarında belə çıxmışdı ortaya. Orada da sizin adınız var idi. Ramiz Mehdiyevin özünün məhkəməyə verəcəyi şəxslər adında sizdə var. Yenə eyni adlar təxminən fırlanır. Yəni eyni adları özüm ki. Orada da Elman Nəsirovun adı var idi, mənim adım var idi, Elşad Musayevin adı var idi, Rauf Arifoğlu'nun adı var idi. İndi Elşad Musayev filan bu məsələlərdə o qədər indi son dönəmlər görsənmir deyə. Baxın, eyni hücumdur da, eyni hücum xətti. O zaman Mehdiyevin özü birbaşa hədəf göstərirdi bizi. Sonra da indi bunu aldı. İndi özü danışa bilmir. Eyni adlar da bu deyir. İndi bu təxminən aşağı yuxarı eyni adlar. Bir-iki fərq var. Hamısı oradadır da. İndi o daha böyük siyahı. Bunun imkanı olsa onların hamısını sadalayardı bu. İndi baxın ortalıqda kim var da hamı çəkinir. Belələrin əlindən artıq hamı çəkinir Mehdiyevin adını çəkməyə, Əli-Kərimin adını çəkməyə. Qardaş, mən yenə deyirəm, mənim Allahdan başqa heç kimdən qorxum və çəkinəcəyim də yoxdur. Zaten görmədiyimiz bir şey də deyil də. Deyək ki, gəlib görməmişik, gəlməmişik, filan eləməmişik, əlhamdülillah. Amma suyu niyə bulandırırsan, sən qardaş? Məqsəd nədir? Onsuz da gedəcəyi bu. Bu da gedəcək, bunun qol budağı da gedəcək, qol budağın qol budağı da gedəcək. Yəni o bilirsiniz... Prosesi biraz gecikdirib ləngitmək sərf edir. Ləngitmək deyəndə bilirsiniz biri var idi. Gültən Nazbərli bu telegrafda adı çıxandan sonra... Dedi ki, mən gülməlidir filan 5 milyon. Dedi, mən buradayım. Çıxıb da gələsiyəm bir həftə 10 günə qayıdacam ölkəyə zada. İndi orada durub deyir ki, məni qaytarmayın, göndərməyin. Gəlmişən siyasi nazar olsun müraciət edirik var. Niyə? Niyə? Sən lidersən. Niyə? Lidersən də səni tuturlar. Sənin üzvləri tuturlar, sənin aktiv belə deyək adamları tuturlar. Gəl sən nəyin artıq? Gözəl bayramından nəyin artıq? Allah rəhmət etsin. Gözəl bayramın. Bu yolda canını qoydu. Bu Əli-Kərim də gözəl bayramını keçirdi ikinci sıraya, bunu keçirdi onun qabağına. Bu da ədalət. Gəl tutuldu, tutulan ya o vaxt Xədicə İsmail həbs olmuş və indi içəridə yatan jurnalistlərdən nəyin artıqdır? Demirsən mən liderəm, Azərbaycan hərəsi özünə adı qoyur. Liderlərindən biri. Deyir Azərbaycan müxalifətin liderlərini, sən kim verir bu adı? Sən kimsən, sən partiyan var, təşkilatın var. Sən Skype danışıqlarından başqa şeylə bu, nə bilim o Cəmilə sənin nəzərdən ki, Cəmilə təbrik edin, neft düşüb. Sən nə müxalifətçiliyin oldu? Deyəcəm, 360.000 evroluqda mülki aşkarlanıb Türkiyədə. 2 illik oturumu nə ilə alır bəs?